Xoş gördük, dəyərli izləyicilər. Ölkədə və dünyada baş verən ən son xəbərlərdən anındaca xəbərdar olmaq üçün Günlük Xəbərlər YouTube kanalımıza abunə olun və bildirişləri açmağı unutmayın. Azərbaycanda fevralın 17-sində havanın yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakı şəhəri və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, zaman-zaman tutulacağı, lakin əsas etibarilə yağıntısız keçəcəyi proqnozlaşdırılır. Axşam saatlarında və gecə yarımadanın bəzi hissələrində duman müşahidə edilə bilər. Gün ərzində əsən mülayim cənub-qərb küləyinin axşama doğru şimal-qərb küləyinə keçəcəyi ehtimal edilir. Temperaturun gecə saatlarında 4-8 dərəcə isti, gündüz isə 15-19 dərəcə isti arasında dəyişəcəyi gözlənilir. Atmosfer təzyiqində azalma müşahidə olunacaq və göstərici 758 mm civə sütunundan 753 mm civə sütununa düşəcək. Nisbi rütubətin 70-80% təşkil edəcəyi bildirilir. Azərbaycanın bölgələrində də hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Gecə və səhər saatlarında bəzi dağlıq, eləcə də dağ ətəyi ərazilərdə duman olacağı proqnozlaşdırılır. Bəzi məkanlarda qərb küləyinin ara bir güclənəcəyi gözlənilir. Havanın temperatur göstəriciləri rayonlarda gecə 5-10 dərəcə isti, gündüz 19-23 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gecə 3-8 dərəcə isti, gündüz vaxtı 13-18 dərəcə isti olacağı proqnozlaşdırılır. Günlük Xəbərlər YouTube kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.